Salam məmədizlərim, gəlin baxaq. İkizlər burcunun fevral ayında nələr gözləyir? Özü, hərəkəti, sevgisi, pul, karyera, sağlıq və ümumi. Fevral ayında ikizlər burcunun fikirləri artıq sürətlidir. Ağılla hərəkət eləyir, enerjik vəziyyətdədir. Siz artıq susmaq istəmirsiniz. Fikrinizi demək, haqqınızı müdafiə etmək, öz mövqeyini ortaya qoymaq istəyirsiniz. Daxilinizdə böyük bir motivasiya var. Sözləriniz bu aralar çox kəskin ola bilər və doğru söz, doğru zaman sizin üçün fevral ayında çox önəmlidir. Yeni bir yolun başlanğıcındasınız. Bilmədiyiniz bir yola addım atmaq enerjisi var. Bu addım planlı olmasa belə sizi inkişaf etdirəcək. Qorxu ilə yox, inancla hərəkət edirsiniz. Sevgidə qarşılıqlı hisslər, balans, uyğunluq var. İki insanın bir-birinin seçməsi deməkdir. Münasibətdə olan ikizlər üçün bu ay yaxınlaşma, barışma, emosional bağın güclənməsi mümkündür. Tək olanlar isə qarşılıqlı enerji ala bildikləri biri ilə tanışlıq gözləyir. Pul, əməkdaşlıq, birlik enerjisi var. Bu ay tək işləməkdənsə başqaları ilə birlikdə hərəkət etmək sizin üçün daha çox qazanc gətirəcək. Komanda işi, ortaq gəlir mənbəyi fevral ayında mümkündür. Karyerada güclü bir başlanğıc ola bilər. İdeya, motivasiya, hərəkət deməkdir. Yeni bir iş təklifi ala bilərsiniz. Və yaxud da uzun müddət düşündüyünüz bir planınız var, onu başlaya bilərsiniz. Enerji sizdədir. Əsas məsələ onu düzgün istiqamətə yönəltməkdir. Yəni, qərarı siz verəcəksiniz. Sağlıqda fevral daxilə dönmək, bədəni dinləmək ayıdır. Yorğunluq yığılmış ola bilər, bədən sakitlik istəyir. Tək qalmaq istəyi ola bilər. Psixoloji balans qurmaq sağlamlığınızı daha da gücləndirəcək. Nəticə fevral ayının sonunda ikizlər burcu üçün talih çarxı dönür. Bu dəyişiklik təsadüfi deyil, sizi doğru yerə aparır. Gözlənilməz fürsət, xoş xəbər və yaxud da mövcud vəziyyətin sizin xeyrinə dəyişməsi mümkündür. Ümumilikdə ikizlər burcu üçün yeni başlanğıc, qarşılıqlı sevgi, əməkdaşlıq göstərir. Bu ay cəsarət göstərən ikizlər qazanan tərəfdə olacaqlar.